Salam əziz şagirdlər, hər biriniz xoş gördük. Bugün sizinlə temperatur və təzyiqin maddələrin həll olmasına təsirinə aid bir neçə məsələ izahına baxırıq. 40-cı suala diqqət edirək. Bizə deyir, əgər C böyükdür D olarsa hansı ifadələr doğru olar? C bizə çay sodası və oksigen qazı verilmişdir. Çay sodasının formulu natrium hidrokarbon O3, natrium H karbon O3, oksigen qazı isə O2-dir. Və buna uyğun olaraq həll olma qabiliyyətləri verilib. Əgər C böyükdür D olarsa, C oksigen qazının T1 temperaturunda həll olma qabiliyyətidir. D də T2 temperaturunda. C əgər D-dən böyükdürsə, qazların həll olması temperaturla tərs mütənasibdir. Ona görə də C-nin temperaturu, yəni T1 kiçik olacaq T2-dən. Bunun əksi. T1 kiçikdir T2, yəni 2 doğrudur. Daha sonra A və B-ni müqayisə edək. Kiçik temperaturda bərk maddələrin həll olması kiçik, böyük temperaturda isə böyük olur. Ona görə də çay sodasına diqqət yetirəndə T1 kiçik olduğu üçün T1 temperaturunda çay sodasının həll olma qabiliyyəti də kiçik olacaq. A da kiçik olacaq avtomatik B-dən. Çünki bərk maddələrin həll olması temperaturla düz mütənasibdir. A kiçikdir B, 4. Bir də T2 də böyükdür T1, 2 və 4. Düzgün cavab variantı D variantı. Keçək növbəti sualımızın izahına 39. Əgər A böyükdür B olarsa, A şəkərin T1 anında həll olma qabiliyyəti, B də T2 anında. A böyükdür B olarsa biz bilirik şəkər bərk maddədir. Əgər A B-dən böyükdürsə, onda A maddəsinin, yəni həll olma qabiliyyəti hansı ki A-dırsa, onun temperaturu da, yəni T1 də avtomatik T2-dən böyük olacaq. Çünki bərk maddə temperaturla düz mütənasibdir. Bərk maddənin həll olma qabiliyyəti. T1 böyükdür T2 olacaq. Qazların həll olması temperaturla tərs mütənasibdir. Temperaturun çox olduğu yerdə qazın həll olması kiçik olur. T1 T2-dən böyükdürsə, T1 anında qazın həll olması C-dir. C isə əksinə kiçik olacaq D-dən. Yəni ona görə də düzgün cavab variantı T1 böyükdür T2, yəni 1. C kiçikdir D, yəni D böyükdür C, 4. 1 və 4 düzgün cavab variantı B variantı. Keçək növbəti 38-ci sualın izahına. 38-ci sualda bizə oksigen qazı verilmişdir. Həll olma qabiliyyətini müqayisə edib A böyükdür B. Oksigen qazı bildiyimiz kimi qazdır. Qazların həll olması təzyiqlə düz mütənasibdir. Əgər A B-dən böyükdürsə, A-nın həll olma qabiliyyəti A-nın təzyiqi də böyük olmalıdır. Ona görə də A-ya uyğun olaraq təzyiq nədir? N. N də deməli böyükdür M-dən. Ona görə də N M-dən böyük olur. Qazların həll olması temperaturla isə tərs mütənasibdir. Həll olma qabiliyyəti A olur. Temperaturumuz neçədir? T1. Ona görə də T1 deməli kiçikdir T2-dən ki, həll olma qabiliyyəti A böyük olub B-dən. Ona görə də düzgün cavab variantı M böyükdür M, N böyükdür M. Daha sonra isə T1 kiçikdir T2, yəni T2 böyükdür T1. Düzgün cavab variantımız C variantı. Növbəti 37-ci sualın izahına baxaq. Bizə deyir ki, əgər A böyükdür D, böyükdür C, böyükdür B olarsa, doğru cavabı müəyyən edin. Diqqət yetirək, bizə yenə də oksigen qazı, qaz aqreqat halında olan maddə verilib. Təzyiqləri də bizə məlumdur. Temperaturu özümüz müqayisə eləməliyik. Əgər A D-dən böyükdürsə, diqqət edək, A-da da, D-də də təzyiqlər eynidir. Qazların əsas həll olması təzyiqlə düz temperaturla tərs mütənasibdir. Təzyiqlərimiz eynidirsə, A D-dən böyükdürsə, biz onda temperatura baxmalıyıq. Qazdırsa, qazlarda təzyiqin çox, temperaturun kiçik olduğu halda həll olma böyük olur. Ona görə A-da A-nın temperaturu nədir? T1, D-nin temperaturu T4. A-nın həll olma qabiliyyəti böyükdürsə D-dən, deməli A-nın temperaturu D-dən kiçikdir. Çünki qaz halında olan maddədir. Avtomatik T1 kiçik olacaq T4-dən. Sonra deyir ki, bunların həll olması da böyükdür C-dən. Daha doğrusu C ilə B-ni müqayisə eləyək. C böyükdür B-dən. C-yə diqqət edirək. C ilə B-yə. Təzyiqləri yenə bərabərdir. C-nin əgər həll olma qabiliyyəti böyükdürsə B-dən, deməli təzyiqi eynidirsə, temperaturu kiçikdir. D-nin temperaturu, daha doğrusu C-nin temperaturu kiçikdir. T3 kiçikdir T2-dən. T2-dən ki, C isə onların əksidir, C ilə B. Ona görə də T1 kiçikdir T4. T1-in
T4-dən kiçik olduğu, T3-ün də kiçik olduğu T2-dən. Cavablara baxdıqda A variantına baxaq. T3 böyükdür T2. Ona görə səhvdir. T3 T2-dən kiçik olmalıdır. B-yə baxaq. B-də bizə bildirilir ki, T1 böyükdür T4. Ardıcılığa baxın. T1 T4-dən kiçikdir, böyük deyil. B də səhvdir. D-yə baxın. T1 böyükdür T4. O da səhvdir. D də səhvdir. Düzgün cavab variantı qalır. C variantı. Növbəti 36-cı sualın izahına baxaq. 36-da yenə də bizə maddələrin azot qazı verilib. Qaz halında olan maddədir. Qazların alınması bilirik ki, təzyiqlə düz temperaturla tərs mütənasibdir. İndi diqqət yetirək. Birinci təzyiqin yüksək olduqlarına baxaq. Təzyiq 2 B-də və D-dədir. Temperaturlar da təzyiqin yüksək olduğu, temperaturun kiçik olduğu böyük olur. Baxın, deməli, təzyiq böyük eynidir 2-dir. Temperaturun kiçik olduğu. D-nin həll olması böyükdür B-dən. Niyə? Çünki D-nin temperaturu kiçikdir B-nin temperaturundan. D böyükdür B. Belə bir asıllıq. D böyükdür B. C səhvdir. C-də baxın B böyükdür D işarə olunub. C ilə D avtomatik səhvdir. Orada B böyükdür D təsvir olunub. C D getdi. Daha sonra ya cavab A-dır, ya cavab B-dir. İndi A və B-yə diqqət edirək. A ilə C-yi müqayisə eləyək. İkisinin də təzyiqi eynidir. Təzyiqi yüksək olsun və yaxud da bərabər olanlardan temperaturu kiçik olan qazın həll olması. A ilə C bir-birinə təzyiqə görə bərabərdirlər. Lakin temperaturu kiçik olan C-nin həll olması böyük olur A-dan. C böyük olmalıdır A. Ona görə də düzgün cavab variantımız A variantıdır. Növbəti 34-cü sualın izahına baxaq. 34-də bizə xörək duzu verilmişdir. Xörək duzu bildiyimiz kimi bərk aqreqat halda olan maddədir. Buna əsasən doğru müqayisəni müəyyən edin. Bərk maddələrin həll olunması biz bilirik ki, təzyiqdən asılı deyil. Ona görə də diqqət eləyirik. Təzyiq artdıqca bərklərin həll olması dəyişməyəcək. Təzyiqlə müqayisə çıxdı. Temperaturlar da ki, görürük ki, 20-20-20 eynidirsə, deməli, avtomatik həll olma qabiliyyətləri də eyni olur. A bərabərdir, B bərabərdir, C. Düzgün cavab variantımız D variantı. Növbəti sualımızın izahına baxaq. 33. 33-də bizə maddə verilib. Oksigen qazı, qaz aqreqat halında olan maddədir. Həll olma qabiliyyətləri A, B, C. Qazların həll olması biz bilirik ki, təzyiqlə düz mütənasibdir. Təzyiqin çox olduğu yerdə qazın həll olması böyük olur. Ona görə də təzyiq 3, 2, 1. A böyük olar B-dən, B də böyük olar C-dən. Temperaturları da diqqət etirsək, 20, 40, 60. Təzyiqin çox olduğu yerdə temperatur da kiçik olur. Və ona görə də bu asıllıq həqiqətən də düzgündür. Cavab olur A variantı. Növbəti 30-cu sualımızın izahına baxaq. 30-cu sualda bizə həll olma qabiliyyətini verib, maddənin temperaturdan asılı olaraq həll olma qabiliyyətini verib. Maddə hansı ola bilər o soruşulur. Görürük ki, bu maddə temperatur azaldıqca 20 dərəcədə 0,17. Sonra dərəcə enib 0 dərəcədə 0,3-dür. Mənfi 10 dərəcə yenə enib 0,45-dir. Dərəcə aşağı düşdükcə, yəni temperatur azaldıqca görürük ki, maddənin həll olma qabiliyyəti artıb. Deməli, bu maddə temperaturla tərs mütənasib asılı olan maddədir. Temperatur azaldıqca həll olma artır. Ona görə də bu qaz aqreqat halında olan maddədir ki, düzgün cavab variantımız da C variantıdır. Düzgün cavab variantı C variantı. Daha sonra diqqət yetiririk 4-cü suala. Bizə xörək duzu və azot monoksid verilib. Xörək duzu bərk aqreqat halındadır. Azot monoksid isə qaz aqreqat halında. Dərəcələrə görə doğru müqayisəni müəyyən etməliyik. Xörək duzu bərkdir. Bərklərin həll olması temperaturla düz mütənasibdir. Temperaturun çox olduğu yerdə bərk maddə daha çox həll olur. Ona görə də B böyük olar A-dan. Baxın, A 40 dərəcə həll olma qabiliyyətdir. B 70 dərəcədə. Bərk olduğuna görə B böyükdür A. Azot monoksid qaz aqreqat halındadır. Qazların həll olması temperaturla tərs mütənasib asılıdır. Ona görə də temperaturun kiçik olduğu yerdə qaz daha yaxşı həll olur. C də böyük olar D-dən. Düzgün cavab variantlarımız B böyükdür A, yəni 2. Bir də C böyükdür D, yəni 4 A variantıdır.
Daha sonra baxırıq növbəti sualımıza. Bizə burada X bildirilir ki, qaz aqreqat halında olan maddədir. Təzyiq, temperatur göstərilib və həll olma qabiliyyəti. Doğru ifadələri müəyyən edin. Diqqət yetirsək, görürük ki, qaz halında maddələrin həll olması təzyiqlə düz mütənasib idi. Burada da təzyiqi böyük olan 2 dənə deməli hal var. Həll olması N olan, həll olması K olan. Biz də təzyiqin böyük, temperaturun kiçik olduğu yerdə bilirik ki, qazlar daha yaxşı həll olur. Təzyiq hər ikisində 2-dir. Temperatur baxaq harda kiçikdir. K-da kiçikdir, 30 dərəcə. Deməli, K-nın həll olması böyük olacaq N-dən. Bu K böyükdür N. 4 doğru variantdır. Daha sonra diqqət yetirək M və L-ə. M-də, L-də təzyiqlər eynidir. Deməli, temperaturun kiçik olduğu yerdə qazın həll olması daha böyük olar. M böyük olar, çünki M-in temperaturu neçədir? 30. M böyük olar L-dən. K böyükdür N, M böyükdür L. 6 doğru olar. 6 və 4 doğrudur. Daha sonra birincisine baxaq, L böyükdür M. L M-dən böyük deyil. 1 avtomatik səhvdir. 2-yə diqqət edirək, L kiçikdir. Deməli, L kiçikdir N-dən. Bəli, bu doğrudur. Çünki L-in təzyiqi kiçikdir N-dən. 2 doğrudur. 2, 4, 6. Daha sonra diqqət edirək 5-ə. 5-də görürük ki, K böyükdür L-dən. Bəli, bu doğrudur. Çünki K-nın təzyiqi böyükdür. Təzyiq də qazların həll olması təzyiqlə düz mütənasibdir. Təzyiq böyükdürsə, heç biz temperatura baxmaya da bilərik. Ona görə də düzgün cavab variantımız 2, 4, 5, 6 A variantıdır. Növbəti sualımızın izahına diqqət yetirək. 7-ci sualda bizə maddələr verilib. Kalsium xlorid, bir də karbon dioksid. Kalsium xlorid, kalsium xlor 2 tərkibində metal var, bərkdir. Karbon dioksiddəki CO2 qaz aqreqat halında olan maddədir. Biz də bilirik ki, birinci növbədə bərklərin həll olması temperaturla düz mütənasibdir. Temperatur arta-arta bərklərin həll olması artır. Ona görə də B böyük olacaq A-dan. Çünki B-nin temperaturu böyükdür. Yəni həll olma B olduğu halda temperatur böyükdür. B böyükdür A-dan. Karbon dioksid qaz halında olan maddədir. Qazların həll olması temperaturla tərs mütənasibdir. Temperatur arta-arta qazların həll olması azalır. Ona görə də temperaturun kiçik olduğu yerdə qazlar daha yaxşı həll olur. Temperaturun kiçik olduğu vəziyyətdə C-dir. C böyük olur D-dən. B böyükdür A. C də böyükdür D. Düzgün cavab variantı 2, 4, yəni A variantı. 24-cü sualın izahına baxaq. Bizə A və B maddələri verilib. Temperaturdan asılı olaraq həll olma qabiliyyətinin dəyişilməsi. Temperatur görürük ki, A-da temperatur artdıqca, 20-dən 50-yə qalxdıqca həll olma qabiliyyətimiz azalır. 30-dan düşür 10-a. Deməli, temperaturla tərs mütənasib olan maddə qaz aqreqat halında olan maddədir. A, deməli, aqreqat halını müəyyən elədiyi qazdır. B-yə diqqət etirsək görürük ki, temperatur artdıqca həll olma qabiliyyəti də artıb. 20-dən 50-yə qalxdıqca həll olma qabiliyyəti də 20-dən 50-yə qalxıb. Deməli, B nədir? B də bərk aqreqat halda olan maddədir. İndi uyğunluğu müəyyən eləyək. Birinci qaza uyğundur burada 2 və deməli 2 qaza aiddir. 2 və 3. Niyə? Çünki təzyiqlə düz mütənasibdir qazların həll olması. Qrafikləri düz mütənasiblik qrafikidir. Bir də temperaturla tərs mütənasibdir. 3 də temperaturla tərsdir. 2 və 3 A-ya uyğun gedir. İndi bərklərə uyğun olanları seçməliyik. Temperaturla bərk düz mütənasibdir. Birinci qrafik. Baxın, temperatur arta-arta bərklərin həll olması artır. Təzyiqdən də təzyiq bərk maddələrin həll olmasına təsir etmir. Ona görə də 4 uyğun gedir. Cavab olur A variantı. Növbəti 31-ci sualın izahına baxaq. 31-də bizə deyir ki, hansı halda oksigen qazının həll olması artır. Biz bilirik ki, oksigen qaz aqreqat halındadır. Qazların həll olmasının artmasını təmin etmək üçün təzyiqi artırmaq lazımdır. Çünki onların həll olması təzyiqlə düz mütənasibdir. 2 doğrudur. Temperaturun isə aşağı qiyməti. Temperaturu azaltmalıyıq ki, qazlar daha yaxşı həll olsun. Həll olma qabiliyyəti artsın. Düzgün cavab variantı D variantı 2 və 3-dür. Daha sonra baxaq 12-ci suala. 12-ci sualda bizə qrafik verilmişdir. Maddələrin həll olma qabiliyyətinin temperaturdan asılılığı verilmişdir. Görürük ki, bu hansı maddədir ki, temperaturu arta-arta həll olma qabiliyyəti artır. Deməli, X bərk aqreqat halında olan maddədir. Y isə qaz aqreqat halında olan maddədir ki, temperatur arta-arta onun həll olması azalıb. Birdir
X çay sodasıdır. Bu bəli doğrudur. Çünki çay sodası bərk aqreqat halda olan maddədir. Bir doğrudur. 2-dir, Y natrium nitratdır. Y qaz aqreqat halında olan maddədir. Natrium nitrat bərkdir, tərkibində metal var. 2 doğru ola bilməz. 3 Y oksigendir. Bəli, doğru ola bilər. Çünki Y maddəsi qazdır. 1 doğrudur, 3 doğrudur. Daha sonra 4x silisium dioksiddir. Silisium dioksid düzdür, bərk aqreqat halındadır, amma silisium dioksid qumdur. O ümumiyyətlə suda həll olmur. Temperaturu nə qədər artırsaq belə, onun həll olma qabiliyyəti dəyişmir. Yəni o suda həll olmur. Ona görə də 4 yanlışdır. 5x glikozadır, bəli doğrudur. Glikoza bərk aqreqat halında olan maddədir və suda həll olur. Ona görə də 5 glikoza ola bilər. Düzgün cavab variantımız B variantı.